müəllimlərə qulluq dövrü pensiya stajına daxil edilir. Əmək pensiyasının hesablanması zamanı bəzi qulluq dövrlərinin sığorta stajına daxil edilməməsi vətəndaşlar tərəfindən tez-tez soruşulan məsələlərdəndir. Xəbər zolağı az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Rəşad Məhdilinin açıqlamasına görə qanunvericilikdə müəyyən kateqoriyalara qulluq müddətinin sığorta stajına daxil edilməsi nəzərdə tutulub. Bildirilir ki, əmək pensiyası hüququ müəyyən edilərkən müvafiq icra hakimiyyəti orqanının qərarı ilə 81-100% orqanizm funksiyalarının pozulmasına görə 50-li olan şəxslərə və ya 50-li olan uşaqlara qulluq müddəti sığorta olunan şəxsin əmək stajına əlavə edilir. Eyni zamanda yaşlı şəxslərə, xüsusilə 70 yaşdan yuxarı və müəyyən hallarda 60 yaşdan yuxarı insanlara qulluq edildiyi müddətdə qanunvericiliyə uyğun olaraq sığorta stajına daxil edilə bilər.